Mama ne yazırsa? Deyəcəm. Deməli Nilay, burada yazdım ki, evdə olmasam bilin ki, papaq atmağa getmişik. Bayramınız mübarək. Çünki hər il olduğu kimi bizə bu ildə papaq atacaqlar. Amma mən yəni xəbərdarlıq edirəm. Kim papaq atsa, evdə olsam papağını dolduracam. Olmasalar inciməsinlər, çünki mən də papaq atmağa gedirəm. Gəl asaq darvazadan. Lan. Yenə də mama. Baxmada birdən deyərlər ki, Leyla müəllim papağımızı doldurmaq istəmir, ona görə açmır. Heç nə, xəbərdarlıq elədik. Baxın Nur, evdə olmasam bilin ki, papaq atmağa getmişik. Bayramınız mübarək. Axşamınız xeyir olsun bir daha. Heç nə, gedirik papaq atmağa. Gəldim ilk qapıya, papaq atacağıq. İlk qapıda əmioğlu Elşad gəldi. Gedək görək papağımıza nə qoyacaqlar. Qoyduq. Qaçdıq. Nəsər qoydu? Əziyyət çəkirləri qapını açmaq üçün. Əmioğlu ilə papaq atırıq. Nəvəsi də Allah saxlasın. Gəlməmişdən qabaq demişdim ki, mənə meyvə qoy. Buradan çıxdıq, gedək. Gəldik ikinci qapıya. Ancaq qonşuların qapısını döyəcəm. Görək, qonşu mənə meyvə qoyacaq, yoxsa yox. Gözləyirəm, bir saatda elə gəlsən papağa bol-bol meyvə qoyacaqlar. Ay bala, papağın dalınca özüm gəlim. Öz ayağımla gəlmişəm. Dedim meyvə qoyun, ancaq meyvə, papağıma meyvə. Sağ olun, bayramınız mübarək. Qaçaq. Üçüncü papağı atdıq. Dördüncü papağı atıram qaynatam gilə. Çünki arxa üstü gəldim. Gedək görək papağa nə atacaqlar. Özümüz acaq, əziyyət çəkməsinlər. Qapının dalına keçdi. Uşaq atıblar, Nuray geldi bana, babası geldi. Papağımızı doldurun da. Asker dışarıda ne barımızı bari. Meyve koyun. Öz evimizde. Papağımızı özüm doldurun. İşte. İşte özüm koydum papağımı. Gedirəm. Qonşu bizi qorxutdu. Yoldadılar, papaq ata bilmərik, biləcəklər bizik. Adətən yaşı yoxdur dostlar. Kim nə deyir desin. O bəziləri heç 18 yaşı yoxdur, artıq indidən başını bağlayıb oturub. Gedək, üçüncü papağı atmağa. Qapıya ata bilmirik, çünki evdə yoxdular. Eynən bizim kimi yəqin papaq atmağa gediblər. Gəldik. Molla, Sidqəlik ilə papaq atmağa. Girib atırıq, çünki səsküydə eşitməyəcəklər. Kapını döy. Aç. Yok, kapını döy. Buradan. Yok, atak bile. Döy kapını. Aç, atak. Aç dedim. Molla salam, bayram mübarək. Allah, dişlənmiş meyvə də qoyublar. Allah. Dişlənmiş meyvə qoyublar. Molla, sən dişləmisənsə götürürəm.
Təbrik elə. Təbrik elə hamı. Təbrik. Hə. Təbrik Rus dilində də deyə bilərsən, ingiliscə də deyə bilərsən, Azərbaycan. Поздравляю. Снова года. Düz deyil. Azərbaycanda yeni ildir təsis. Bilirsən. Bir Azərbaycan dilində də Ana dili değil mi? bilirəm, mən danışıram. Navruz bayramınız mübarək. Sağ ol baba. En yaşlı seçici babamdır. Gel. Heh, nədir o? Bahar qızına pul, bir də kartın verir, cavan oğlan. Deyir, xərcləyərsən. Sağ ol, axıllı balam. Ara yerdə çay da var, tortda var. Ad gününə təsadüf edib papaq atmağımız. Kimi papaq atan yoxdur. Çay da içdik, salat da yedik. Hər şey. Göyərti də yedik. Gedirik növbəti papaq atmaq. Atdıq papağımızı da götürdük, yedik, içdik. Bəli, bu cürdə qonaq qarşılayanlar var. Gedirik indi son papağımı evimizə atacağım. Görüm yoldaşım papağa nə qoyacaq. Ondan sonra da heç də dincəlməyə başlayacağım. Tanımam kimdir. Həyətimiz. Ay can! Allah'ım biz nəsillikcə papaq atırıq. Gəlin. Baxın necə aktiv kəndin var. Baxın Allah'ım. İndi gəlmişəm öz evimizə. Elnurun səsi gəlir. Demişəm ki, dünəndən papaq atsam, mütləq meyvə qoy. Görün biləcək mənim papağımdır. Düz 3 dənə papaq atacağım. 3 dənə papaq atacağım. Görək. Sen papak koy. Vallahi papakla sen koyar. Öyle bir papak koyarlar ya. Xəbəri yoxdur. Bəlkə də tanıyır. Demişdim özdə meyvə qoyarsan. Qohumları ilə danışır Qazaxıstanla. Evdəki bütün meyvələri verəcək. Portakal koydum. 3 tane papaq koymuşam. Dostlar. Meyveler kalmadı dostlar. Getirir diyesen. Papak taşıyalım değil mi? Papağı girip koyalım. Kündeye görendi koy. Girip kamerada bakacağım görün. Elnur! Koy. Sen bana. Sen papağın dur bu. Meyve koydun. Evet, tamam dostlar. Bununla da papaq attı bitti. Ay papaq attılar. Bir dənə. Hani bir dənə? Bir dənə. Hani papağız? Gör papağın içine ne koydum? Gör beğenirsən. Papağa ne koymuşam? Fındık. Fındık. Zarafat eləyirdim. Ver mənə. Uşaqlarla zarafat elədik. Bir fındıq. Sağ. Bayramımız mübarək. Sağ ol. Hələlik.